Qara xəbəri sizə verməkdən çox məyus oluram. Vidadi bəy, Vidadi İskəndərli şəhid oldu. İlham Əliyev onu şəhid elədi. Gəlin öz qardaşı Oktay İskəndərlinin səs yazısını izləyək. Əziz həmvətənlər, hesab edirəm ki, bu acı xəbəri bütün Azərbaycan xalqına, Azərbaycan xalqının azadlığı, demokratiya və insan haqları uğruna mübarizə aparan insanlara internet və müstəqil telekanallarla çatdırmağı özümə nəinki bir qardaş kimi, Azərbaycanın sadə bir vətəndaşı, Azərbaycanın azadlığı uğruna mübarizə aparan bir insan kimi sizlərə çatdırıram. Hesab edirəm ki, bu təkcə bizim ailənin faciəsi deyil. Vətənini, xalqını sevən hər bir insan üçün bu acı xəbərdir və faciədir. Mən 2 gündür internet, televiziya vasitələri ilə xalqımı məlumatlandırıram. 29-unda Vidadiyə səhər saatlarında hücum olmuş Vidadi İskəndərliyə və Vidadi İskəndərli dünyasını dəyişdi. Yox, əzizlərim, o ölmədi. O Azərbaycan xalqının azadlığı uğrunda şəhid oldu. Allah bütün ölənlərə, şəhidlərimizə rəhmət eləsin. Sizlərin də əzizlərinə rəhmət eləsin. Allah hamının əzizlərinə səbr versin. Mən soruşdum ki, bəs necə bunu növbəti mərhələdə dəfn edə bilərik? Dedi, bizdə qayda belədir ki, ən azı bir həftə deməli bunu ekspertizadan keçiriləcək. Ekspertizanın rəyi tam aydın olandan sonra sizə məlumat verəcəyik. Təxminən 7-10 gündən sonra bəlkə ən ağır gündür. Nəinki qardaşım, dostumla əbədi vidalaşdım. O əbədi gözünü yumdu. Hamınıza təşəkkür edirəm. O şəxslərə ki, bizim xalqımıza olan məlumatımızı çatdırır, hörmətli jurnalistlərə, blogerlərə. Eləyirəm. Sizin də haqqınızı halal eləməsinə çağırıram. Vidadi İskəndərli şəhid oldu. Bu təkcə bir şəhid deyil. Bundan qabaq Dafna xanım, Vüqar Rza, Bakıxanov, Bayram Məmmədov kimi insanlar Avropada, Türkiyədə, Gürcüstanda və digər ölkələrdə dünyasını dəyişdilər. İlham Əliyev hamısını öldürtdürdü. Mən bu rejim getməyincə bizim igidlər